Gelin bakalım, bir anası çırık görmek istiyorsunuz mu? Anası çırık görmek istiyorsunuz mu? Ha? Anası çırık görmek istiyorsunuz mu? Çırık çırık. Ağzına alan. He yazın ya da yok yazın. Ha? Atasını tanımayan, parmakla emele gelen görmek istiyorsunuz mu? Görmek istiyorsun? Evet. İki tane göstereceğim. Birini yok, ikisini göstereceğim. İkisini. Gelin bakalım. Yuvan elliyim Karabağ'a alca. Sağ kulağımı ve sağ yumurtamı bu elimde keseceğim. Kesmesen çöpe oluyor. Yəqin Abil Məmmədov, sənin mənlikdə, şərəfdə, qeyrətdə, kişilikdə bir damcı payın varsa, o mənliyə və o kişiliyə, o mərdliyə tüpürüm sənin. Sən Baba, değerli vətənlərim, değerli soydaşlarım, bak, deyir, bal yeğenin poxunu yiyip, pox yeğenin poxunu yeme. Ay bədbəx oğlu. Bak bunun sifətine bakın. Bir başa pezəvənci oxşuyur mu? Bir başa arvadını, kızını, kliyente, anasını kliyente, bağışçısını kliyente taşıyan, o Bakıda taksi şoförləri var ya, bak ona oxşuyur mu? Birinci ona, anasının bağışçısını. Taksiye taşıyan, bak dişlerine bak kapkara. Mədəsinin iyisi ağzından bəri gəlir, deyir qabil, demişdin ki, Qarabağ alınsa, sağ kulağımı ve sağ daşlarımı keseceğim, Mehriban'a, İlham'a yedizdireceğim, ya Leyla'ya. Böyle demiştim de, dallı demirler. Ha, ay uğraş, dünyanın lazımsız 72 devletine vizasız geden Azerbaycanlılar niye Qarabağ'a viza ile gedir? Daxili vizaya portal deyirlər. Niye Qarabağ'a viza ile gedirlər? Ay uğraş, parmaqdan əmələ gələn İlham Əliyev bircə nəfərə dədə baba yurdunu, torpağını versin özünə, evi zadı təpəsinə dəysin. İlham Əliyev, bunun sifətinə baxın, sifətinə, siz Allah. Siz Allah, amcıq əmənə oxşuyur mu? Baxın ha, dındıq əmənə oxşuyur mu siz Allah, baxın. Dındıq əmənə yox, arvadını, qızını basıb qayranlar var, Qayranlar var, arvadını, qızını. Baxın ha, arvadını, qızı basıb qayranlara oxşuyur, kliyentə çıxardanlara oxşuyur. Bax, vallahi billahi deyirəm. Vallahi də billahi də deyirəm. İndi gələn bunu dayandıraq. Üzünü qırmağa şey tapır, üzünü yumur, sabınsız üzünü yumaya sabun tapır. Buradan burası Fox məsafəsi şeydir, göstərə bilmirəm sizə. Fox məsafəsi. Danışmağa yer də yoxdur. Nə bu matrasdır, nədir, pərdədir, nədir dalında var, sökənib bir balaca babat yer tapıb evində dallı söküyüb danışır. Dəyərli değerli soydaşlarım. Yenə də deyirəm, Qarabağ Azərbaycan xalqı üçün alınmayıbdır. Qarabağda şəhid olub dediklərinizin heç biri şəhid olmayıbdır. Heç biri şəhid olmayıbdır. Çünkü şəhidin, qazinin qanı tökülən torpaq xalqa məxsus olmalıdır. Bugün Füzulinin icra başçısı Füzulidə birinci grup əl-elə belə sotu 3000'den torpaq satırsa, şəhidin, qazinin qanı tökülən torpaq xalqa məxsus deyilsə, onlar nə şəhiddir, nə xalqın nə şəhididir, nə qazisi. Onlar İlham Əliyevin şəhididir. İlham Əliyevin qazisidir. İlham Əliyevin maraqlarının qurbanı. Buradan yine de kişi kimi söz verirəm. İlham Əliyevin duxu olsaydı Tovuzun axırıncı strateji yüksəkliyi Qaraqaya ilə Çənlibelin arasında olan Boztepe sonuncu strateji yüksəkliyidir. O yüksəklikdən bir dənə batalyonla mən Gəncə daxil Gəncəyə qədər alarım. Oradan gələn brigada Akstafa qazanın arkasına Tovuzu da sıfır tulluyur ana. Sırası Gədəbəyin arkasına Tovuzun Qaradağ, Qarabəllər tərəf, Gədəbəy, Muncuqlu tərəfin arkasına keçir. Sırası orada bir qüvvə qalmamalıdır. Çünki Tovuz oradan düşən Tovuz da onların arkası deməkdir. Oradan düşən mühasirədə olur qüvvələrimiz. Sırası orada ermənilər orada çıxırsa avtomatik ne olur? Şəmkirdə bir dənə it küçüyü də qalmayacaq, Gəncə boşalacaq. Daşkəsənin də Gədəbəy arkasına keçəcək və salam. İlham Əliyev bir dənə sonuncu strateji yüksəkliyi ala bilmir. Bir dənə postu ala bilmir İlham Əliyev. İlham Əliyev Qarabağ alandı. İlham Əliyev arvadını Lukashenko'nun yatağından çəkib çıxarda bilmir. İlham Əliyev Qarabağ alandı. Ala baxın göstərirəm, ala baxın. Ala baxın göstərirəm də. İlham Əliyev Qarabağ alandı. Ala baxın göstərirəm də. Arvadını çəkib Lukashenko'nun altından çıxardan var İlham Əliyev. Ala baxın. Ala. Ala. Mən demirəm ya, uğraş. Məni başa düşməyən uğraş. Dünya mətbuatı deyil. İtaliya qəzetləri deyil. Mənə cinayətçi qaldırdığına bizlərə, cinayətçi qaldırsın da yalandırsa. Ala bax. Иван Алиева и Александра Лукашенко. Было ли что-то между ними? Итальянская газета «Иль Фублио» опубликовала статью, утверждая, что между первой леди Азербайджана и президентом Беларуси были неформальные, возможно, романтические встречи в Берлине. Азербайджанское правительство быстро ответило, назвав статью клеветой и защищая честь Алиевой. Несмотря на это, слухи продолжают циркулировать. Лукашенко не комментировал эту новость, однако он и Ильхам Алиев всегда подчеркивали взаимное уважение и сотрудничество. Визиты на высшем уровне и стратегическое партнерство между Азербайджаном и Беларусью не свидетельствуют о каких-либо напряжениях. Bəli, kulağımın dibində qayrışıblar. Berlində qayrışıblar, kulağımın dibində qayrışıblar Berlində. Bəli, nə tər xəbərim olmayıb mənim. Xəbərim olsaydı, günorta dedim, indi də deyirəm. Xəbərin olsaydı qabil Şamını başını mı tutacaqdın Mehribanın? Tutacaqdın. Bəli, tutacaqdın başını. Mehribanın, mən bu xalqın azadlığı üçün Mehribanın da başını tutaram. İlhamın da başını tutaram. Onlara qulluq edən şeytanın da başını tutaram.
Hə, şeytanla da müqabiləyə girərəm. Ha ki, mən bu xalqım üçün hər fədakarlığı yaparam. Hə valla. Ha ki, əyri oturaq düz danışaq. Mən yenə də söz deyirəm, bax buradan kişi kimi deyirəm, deməyən o, bax burada sözünə əməl eləməyən o uğraşdır. Sözünə əməl eləməyən qəhibədir. Bax buradan deyirəm. O boyda Qarabağda şəhid oldu, şəhid deyilsiz. Heç bir şəhid olmadı. Şəhidin qanı tökülən torpaq xalqa məxsus olmalıdır. İlham Əliyev və məmurlarına yox. Onda onlar İlhamın şəhidləridir. Şəhidlərimizin qanı tökülən, qazilərimizin qanı tökülən torpaq xalqımızın olmalıydı. Baxın, Azərbaycan xalqının Qarabağ və Qarabağ ətraf rayonlardan 800 min qaçqın var idi. Onların sayı bugünkü gündə milyon yarıma çatıbdı. İlham Əliyev də indiyə kimi hələ özünün dediyinə görə bir neçə min ailə köçürür. Bir neçə min ailə köçürür. Heç 10 min ailə köçürməyibdir. Yaş İlham Əliyev 10 min ailəni, 10 min ailə hələ bu haylı huylu vaxtı, hələ benzin o qədər də düşməmiş vaxtı idi. Məmurları soydu, taladı, diddi. Belə bir zəngin vaxtı. Hamını soyur bu günə kimi. Maaşına kimi kəsir Qarabağda iş görürəm. Və büdcədən ayrılan pullar. Hər neysə, 35 milyard da deyib büdcədən ayrılmışam. Bəs bu məmurdan alanlar, bunlar da nəzərə alsaq bəlkə də 100 milyard pul yiyibdi Qarabağ üzərində. Yaxşı, bax İlham Əliyev deyir Qarabağ almışam. İlham Əliyev 5 il ərzində Qarabağ savaşı bitib. 5 il ərzində. İlham Əliyev 5000 ailə köçürməyibsə, onu köçürməyib də 5000. Onu da buradan 2 yalap 10 min ailə. 10 min ailə. İndi siz oturun hesablayın. 5 ilə 10 min ailə köçəcəksə, 5 ilə 10 min ailə. Dəyərli vətəndaşlar, milyon yarım qaçqınlarımız neçə əsrə gedib ora çıxacaqlar? Hə? 10 ilə 20 min. Dəyərli vətəndaşlarım, 20 ilə 40 min. 40 ilə nə bilim 80 min getdi. Ay qardaş, nə danışırsınız siz? Yenə kişi kimi söz verirəm. Ay İlham Əliyev. Ay İlham Əliyevin trolları. Ay mədəsinin iyisi ağzından bəri gələn Julia balaları, Amcello balaları. Bax xüsusilə bu cırğın balası. Bax bu cırğın balası. Ay pezəvəncə oxşayır, pezəvəncə. Birbaşa arvadını kliyentə çıxardan oxşayır bax. Baba. Arvadın, anasının bacısını kliyentə çıxardan oxşayır bax. Baba. Ay tövbə pezəvəncdir bu, pezəvənc. Bax pezəvənc. İndi buna da deyirəm və bu timsah, bu fikirdə olanlara da deyirəm. Baxın. Qarabağ əhalisinin 10%, demirəm ha 100%, 10% Dədə Baba torpaqlarına, o ev zat tikirə, o başını bırakın. Dədə Baba torpaqlarına, bilirsiniz də ən azı 36 sotdan paylaşıb. O vaxtı 72 sot idi, sonra düşdü 36'ya. Dədə Baba torpaqlarına Qarabağlıların 10% qayıdarsa, İlham Əliyev qaytararsa, Dədə Baba torpaqlarını verərsə, 10%-nə. Bax ha. Bu sağ qulağımı da kəsəcəm. Sağ daşçağımı da kəsəcəm. Baba, bu qayçı həmişə yanımdadır ha. Baba, saçımın o artıq tüklərini kulaq gelirəm. Mən belə dəlləkliyi də bacarıram. Baba, bu qayçı ilə sağ daşçağımı da kəsəcəm belə. Sağ qulağımı da kəsəcəm. Çünki Azərbaycan televiziyalarında belə bundan danışırlar. Qabil niyə kəsmədi orasını burasını. Apararsınız, ananız Mehribanın ağzına qoyarsınız. Kızınız Leylanın ağzına qoyarsınız. Hə. Kəsməsəm uğraşam. Kəsməyən qəhbənin balasıdır. Qarabağlılara, Qarabağın Dədə Baba torpaqları verilsin. Dədə Baba torpaqları. Qarabağlılara. Bax, qulağımı İlham Əliyev versin. Qulağımı şak buradan kəsirəm. Həkim qoyacam orada, deyəcəm, kəsirəm. Sonra calayıb tikərsən, nə problem var? Buradan sağ daşçağımı kəsirəm. Su qutarına bakıb, vuracam Nurafin, iynə zat vurmağı bilirəm ha. Mən yara həkiməm ha. Sağ daşçağımı belə kesəcəm, sağ daşçağımı belə kesəcəm. Sağ qulağımı belə kesəcəm. Bəs sağ. Düz indi apan İlhama verin, yesin deməkdən deyil. Bunu kim də aparır? Əlbəttə ki, elə həmən vaxtda titrəcəm yerinə. Amma ki, mən sözümə əməl edəcəm. Amma bunu da deyim ki, mən həmişə bir tərəfli deyiləm. İndi iki tərəfli deyəcəyəm. Narahat olmayın. Amma İlham Əliyev Qarabağlılara bu ilin sonuna qədər, bax təzə il başlayıb ha. Zaten bu il dönəmi bitir İlham Əliyevin, bilmirəm ortası mı axırın. İlham Əliyev qərar verib. Qarabağlılara Dədə Baba torpağını verməsə, mənim 2 sallananım, 1 tullananım olsun İlham Əliyevin də, onun ətrafının da, hamısının, özlərinin də, onun trollarının da, İlham sevən məmurlarının da, güc nazirə, hamısının, özlərinin, arvadının, qızının, gəlinin ağzına olsun. Mənim bax bu qara daşşaqlarım. Danışdıq mı? Siz xalqa torpaq verəcəksinizsə, mən kəsəcəm. Kəsməsəm, sizin İlham Əliyev qarşı, onun ətrafı qarşı, hamısının cins orqanı olsun, mənim əzlərimin, mənim ağzıma. Yox, əgər Qarabağların torpaq veriləcəksə, Dədə Baba torpaqlar, hamısı veriləcəksə, necə deyərlər? Mən veriləcəksə, eləməsəm, dediyimi eləməsəm, onların cins orqanı olsun mənim və əzlərimin ağzına. Yox, əgər verməyəcəksə İlham Əliyev torpaqları, verməyəcəksə. Bax, mənim o kəsiləsi daşlarımda, qulağımda hamısı bir yerdə olsun. Başda İlhamın, Mehribanın,
və bu sülaləyə aid olan trollarına qədər hamısının özlərinin, arvadlarının, qızlarının, gəlinlərinin Kalyaskaya'da yatandan Boeing'də uçana qədər, Qatara minənə qədər hamısının ağzına olsun. Bildiniz mi? Danıştık mı kişi kimi? Kişi kimi danıştık mı? Vəssalam. Vəssalam. Bu biz də açıq ürəkdən deyək, şəhid qanı tökülən torpaq xalqındır, qazi qanı tökülən torpaq xalqındır. Bu biz də açıq ürəkdən qazi deyək də, nə şəhiddə? Hansı şəhiddə? Kimdə şəhid? Heç biriniz şəhid deyilsiniz. Heç şəhid hə. Şəhid o vaxtı. Bax, hətta 1-ci Qarabağ savaşında şəhidlik keçdi arxa plan. Tozda, Qazaxda, Daşkəsən o tərəflərdə ölənlər şəhiddir. Bəli, ermənilər ölən savaşda öldülər, şəhiddirlər. Bəli, amma Qarabağda nə qədər ki, onların qanı tökülən torpaq xalqa yox, məmurlara qismət olub İlham Əliyevə. Bir dənəsi də şəhid deyil, qazi deyil. Özümüz anlatmayın. Necə sən şəhid ola bilərsən ki? Necə sən şəhid ola bilərsən? Sən qanı tökülən torpaq xalq ora viza ilə gedir. Viza ilə gedir. Necə şəhidsən sən? Demək sən kimsə marağına xidmət eləyibsən. Sonra getdi bunun. Qardaş, ay millət, mən düz mü deyirəm, səhv deyirəm, xahiş edirəm, düz deyirəmsə yazın. Düz, yəni evet. Düz, səhv deyirəmsə yazın, səhv deyirəm, xahiş edirəm sizdən. Yazın, xahiş edirəm. Xahiş edirəm, bax, düz deyirəmsə yazın, düz, səhv deyirəmsə yazın, səhv. Xahiş edirəm sizdən. Bax, burada bilirsiniz, başqa auditoriyalar da var burada. Tək elə mənim auditoriyam deyil. Bax, hamı yazır. Burada bir dənə səhv yazan görmürəm mən, baba. Hamı yazır, düzdür, düzdür. Bir nəfər səhv yazdı, o da həta gəlir, həta. Bildik hə, bir nəfər hətta səhv. O da həmən adam ikinci dəfə yazdı. Abbasov. İlham Əliyevin daşaqları olsun ana bacının ağzına. Bir də Seyid Yunisovdu. Seyid cəddinə soxum sənin. Çünki mən olan yerdə sən Seyid olanmazsan. İkinci nəfər yazdı ki, ikinci nəfər səhv yazdı. Qalan hamısı yazdı ki, qadınların qabı. Düz deyirsən, başına. O iki nəfər də istəmir də Qarabağlılara torpaq qismət olsun, öz dədə baba yurduna keçsinlər. İstəmirlər də bunu. Görürsünüz mü deyərləmədim. Mən şərti şumda kəsmədim ay kişi. Mən şərti kamera qarşısında kəsdim sizin qarşınızda. Hə. Vəssalam, sözüm sözdür, kişi kimi. İlham Əliyev. Bu bir neçə aya da deyək, bu ilin gedənə kimi də, bu il zaten gedir, o rədd olacaq, inqilab olacaq. İnqilaba qədər, İlham Əliyev. Bax, inqilaba qədər, İlham Əliyev. Bütün Qarabağ və Qarabağ ətrafı rayonlarda hamının dədə baba torpağını, orada combalaq tikib pul silmək üçün, qazanmaq üçün bina tikib o Bakının Navastroykaları kimi bir evin kölgəsindən o bir evin pəncərəsinə gün düşmür. Cəmaat bir-birinin evin nömrəsi də yoxdur. Bir-birinin arvadının üstünə çıxır, cəmaat girib evlərdə bir-birinə oxşur. Boş verin o yağış yağı ilanlar məliyir, göydən yağış tökülür, içəri divarlar uçur, darmadağın olur, kəndi su aparır. Belə şey qoyun qırağa ki, mənə torpaq lazımdır ki, mülk. Torpaq. İlham Əliyev. Qarabağ və ətrafının, dədə baba yurtlarını, torpaqlarını, hamıya, reistr var, katastr var, Sputnik var, vəssalam, sənətlər yanıb mı? Hə, qadın, gəlirsən, kənd cavadında, o biri deyirəm, mənim 36 sol torpağım var, bu deyirəm, buradan belə mənim idi, 72 sol, o deyir, 90% razılaşdırılır da, ən azından, xırda mübahisələrdə, xaric. Bunları versin, Qarabağlara torpağı versin, qulağımı, sağ daşşağımı kəsməsəm, mənim anamı, bacımı, ölümü, dirimi söyərsiniz və İlham Əliyev daxil, onu sevənlərin cins orqanı olsun, mənim və mənim əzizlərimin ağzına. Yox, əgər İlham Əliyev gedənə kimi, bax bu ilin ortasına ya ikinci yarısına qədər. İlham Əliyev bunu etməyəcəksə, mən niyə qulağımı kəsirəm? Mən deməkdən də İlham Əliyev qulağını kəsməyəcək. Odur ki, İlham Əliyev etməyəcəksə, bu fikirdə olanlardan tutmuş İlham Əliyevə qədər, Mehribana qədər. Bax mənim qara daşşaqlarım cüt ha. Bax iki sallananım, yox, iki sallananım, bir tullananım. Olsun, başda İlham Mehriban olmaqdan, axırıncı belə, buna qədər anasının, bağışçının ağzına olsun. Axırıncı bu adama qədər. Anasının, bağışçının, arvadının, qızının, körpəsinin, nəslinin ağzına olsun. Baba, göstərimdən onu təzdən biləsən. Ana, baba, bu cın. Mədəsinin iyisi buna baxa. Siz Allah buna baxa. Buna baxa. Deyir, qabildir, qulağı kəsdir, İlham Əliyev Qarabağa al. Qarabağ, Naxçıvana viza ilə gedirsən, Qazağa viza ilə gedirsən, sənin arvadının yatağına girməyə, bacının yatağına viza ilə gedirəm, yox. Mən niyə Qarabağa viza ilə getməliyim? Ha? Niyə? Niyə Qarabağda bir dənə adama dədə baba torpağı verilməyib? Niyə? Niyə verilməyib? Daha bu ne oldu? Torpaqlarda narkotik əkirlərsə, minlərlə danaları, qoyunları, fermer təsərrüfatları, narkotik plantasiyaları özləri üçün yaradıblarsa, xeyr ola. O boyda İlhamın minlərlə danaları otlayanda minya düşmür. Camaat gedəndə minya düşür. Daha mina bəhanəsi eləyəmirlər ha, qorxularından. Hani Paşinyanla kan qasan, dodak öpüşürsən. Az qalırsan Mehribanı da soxasan Paşinyanın daşşağın altına. Sən daha mina deyəməzsən axı. Xərtələr hamısı sənin əlində. Daha minalar hamısı elə belə tullanmır ya ora. Hamısı xərtə ilə basırılır. Xərtəsiz bir dənə də mina basırılmır. Buna bax, siz Allah buna bax. Amcıq əmən oxşuyur. Buna bax, amcıq əmən oxşuyur. Buna bax. Siz Allah buna bax. Siz Allah buna bax. Mənim izləyicilərimi də təhqir eləyir, buna bax buna. Səni doğan ananın əmcəyinin arasına eşşək versin. Sənin arvadına eşşək çaldırsın.
Mən necə sənin arvadını qayıra bilərəm? Mən yaxud qabil sevən necə sənin arvadını qayıra bilər? Necə qayıra bilər sənin arvadını? Sənin arvadın ağzına alandır. İstər-istəməz həvəsə gəlib mənim sevənlərim sənin arvadını dodaqdan öpə bilər. Sənin arvadın da soska tax. Emmediği polis mıxı qalmayıb bax. Neyse, belə şeylərin başını bırakın, heç vaxtımızı almayaq.